Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Mayıs Mirza Canov adına Yuxarı Nüvədi Kənd Tam Orta Təhsil Məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 11-ci sinif şagirdi Şəfəqət Sadə Azəri. Mövzumuz Vətən müharibəsi qəhrəmanı şəhid Amit Heydərovun doğum gününə təsadüf edir. Vətən müharibəsində idarə etdiyi tanklar düşmənin müdafiə xəttini yararaq onların mövqelərini darmadağın edən cəsur zabitlərimizdən biri də şəhid mayor Amit Heydarovdur. 2 dəfə Sovet İttifaqı qəhrəmanı, TAP qoşulları qvardiya general-mayoru Həzi Aslanov məktəbinin davamçısı kimi bu peşəyə dərindən yiyələnən Amit Heydarov döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamı ilə Vətən müharibəsi qəhrəmanı adına layiq görülür. Amit Rəbbiloğlu Heydarov 1988-ci il mayın 20-sində Lerik şəhərində anadan olub. Uşaqlıqdan özünə Həzi Aslanovu örnək seçən Amit'in böyüyəndə general olmaq arzusu onu Cəmşid Naxçıvanski adına hərbi məktəbə gətirib çıxarıb. Daha sonra təhsilini Heydər Əliyev adına ali hərbi məktəbində davam etdirib. Hərb sənətinin sirlərini mükəmməl yiyələnərək tankçı olmaq arzusunu reallaşdırıb. Amit Heydarov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amit Heydarov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn edilib. Sağlığında orduda misilsiz xidmətlərinə görə Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubiley medalı və qüsursuz xidmətə görə 3-cü dərəcəli medalına layiq görülən Amit Heydarova ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində, xüsusi xidmətlərində və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsi qəhrəmanı adı verilib. Vətən uğrunda Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. Atası Rəbbil Heydarov deyir ki, Amit aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. 32 yaşında hərbi hissə komandiri olan Amit Heydarov Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşlərimizdən biri olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəman mayor öz heyrəti yüksəklikləri atışa tutaraq düşmənə göz açmağa imkan verməyib. Son mərmisinə, son nəfəsinə də tarix yazıb. Onun tankı vurulmuşdu. Yaralıları tankdan çıxarmaq istəsə də ermənilər imkan vermirdi. İkinci tankla tək başına düşmən üzərinə gedir, mərmilərin hamısını düşmənin postuna tuşlayır. Nəhayət düşməni susturur. Mərmisi qutardığı üçün geri qaydanda onun tankı yenidən hədəf alınır. Oğlum tankın içində qəhrəmancasına şəhid olur, deyə Rəbbil kişi söyləyir. Şəhid anası Şükübə Heydarova deyir ki, oğlunun intiqamı düşməndən alındı. Şuşaya bayrağımızın taxılması ilə Amit'in ruhu şad oldu. Hər gün onun otağına girirəm, şəkilləri və paltarları ilə danışıram. Çox çətindir. Onun yoxluğu ilə barışa bilmirəm. Amit çox mərd uşağı idi. Oğlum 2 dəfə müharibədə iştirak etdi. Lələtəpənin yüksəkliyini alanda birinci tankı ora özü çıxardı. Vətən müharibəsində də tankın üstünə yazmışdı ki, Şuşa son mənzilimiz. Çox təəssüf ki, ora çata bilmədi. Qəhrəmancasına şəhid oldu. Amit'in özündən sonra vətənə, ailəsinə əmanət qoyduğu 2 övladı yadigar qalıb. Onlar da ataları kimi vətənpərvər ruhda böyüyür. Şəhidin həyat yoldaşı Nuraynə Heydarova deyir. Ali Baş Komandan çox sağ olsun, yoldaşıma Vətən müharibəsi qəhrəmanı adını verdi. Ardınca Vətən uğrunda və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edildi. Qardaşı Asim isə bildirir ki, Amit ona qardaşdan artıq dost, sirdaş və arxa idi. Bu həyatda mən qardaş yox, bir dost itirmişəm. Həmişə danışanda deyirdi ki, inşallah az qalıb torpaqlarımız tam azad olunacaq. Ən böyük arzusu general olmaq idi. Bir də Lələtəpəyə çıxdığı kimi Şuşaya da ilk gedən tankçı olmaq arzusunda idi. Qismət olmadı. Amma yoldaşları onun arzusunu yerinə yetirdilər. Qardaşımın qanını yerdə qoymadılar. Qarabağımız işğaldan azad olundu. Dəyərli radio
Radio dinləyicilərimiz, efirimizə ayrılan zamanın sonuna gəldik. Gələn efirlərdə görüşənədək. Sağ olun, salamat qalın.